Salam, hamınızı xoş gördük. Bugün mətbəximdə süni qidalardan yumurta haqqında danışırıq. Bir çox izləyicilərimiz, abunəçilərimiz bizə Instagram səhifəsində, kanalın poçtuna çoxlu şərhlər yazıblar, müraciətlər eləyiblər və belə bir yazı ilə müraciət edib bir izləyicimiz ki, siz mətbəxinizdə çoxlu yumurta işlədirsiniz. Bu yumurtaların süni olub olmadığından əminsiniz. Əziz izləyicilərim, mən çox vaxt bizdə həyət evi olduğuna görə həyət yumurtasından, yəni öz saxladığımız toyuqların yumurtasından istifadə edirəm. Və yaxud da bazardan, marketdən aldıqda diqqət edirəm ki, yumurtanın üzərində belə emblemi olsun. İndi gördüyünüz kimi hər iki yumurta marketdən alınıb, Giləzi Quşçuluq Fabriki və Hacıqabul Quşçuluq Fabrikinin yumurtasıdır. Bu yumurta isə bu da bazardan alınıb, üzərində heç bir emblem yoxdur, mənşəyi məlum deyil. Yəni hardandır, hansı quşçuluq fabrikinə aiddir bilinmir. İndi bazarda bilirik ki, yumurtalar bahadır, 18-20 qəpik. Gördüyünüz kimi həcmi xeyli iridir, amma qiyməti 12 qəpikdir. Necə istehsal olunub, harda istehsal olunub, bu haqda məlumatım yoxdur. Bunlar isə bizim həyətin məhsuludur. Toyuq yumurtası, ördək və hinduşka yumurtasıdır. Mən bunlardan istifadə edirəm, çalışıram çox vaxt. Yəni, həm ucuzdur öz həyətimizdən olduğuna görə və yaxud da istifadə etdikdə də çalışıram bildiyim, yəni üzərində etiketi olan yumurtadan istifadə edeyim. Bir neçə müddət bundan öncə telekanallarda, dövrü mətbuatda süni yumurta həyəcanı hər yanı bürümüşdü. Yəni, bütün əhali hamı bu haqda danışırdı. Elə mən də sizin kimi, mənim də bu haqda heç bir məlumatım yoxdur. Amma bildiyim məlumatları sizinlə də bölüşmək istədim. Və Rus telekanallarının, mətbuatının məlumatı ilə sizdə tanış eləmək istəyirəm. Süni yumurta əsasən Çində və Şanxayda istehsal olunur. Əsasən aclıq çəkən ölkələr üçün istehsal olunur. Çində süni qidalar geniş istehsal olunur. Məsələn, Çində süni ət, süni yumurta, kələm, xiyar, bir çox ərzaqlar istehsal olunur. Amma bizim ölkəyə bu necə gəlib çıxıb, burası biraz qaranlıqdır. Və Rus telekanallarında alimlərlə tədqiqatçılar, yəni laboratoriyada yumurtaları test eləyiblər. Necə tanımaq olar? Birincisi, süni yumurtanın qabığı parlaq olur. Alimlərin dediyinə görə süni yumurtanı sındırıb bir qabda 1-2 saat saxladıqda onun ağı sarısına tez qarışır. Yəni sarı rəng uçub gedir. Süni yumurtanın sarısı və ağı eyni oxşar maddədən hazırlandığına görə bir-birinə tez qarışır. Amma təbii yumurtada belə bir hal baş vermir. İndi biz də yoxlayaq. İndi bu market yumurtasıdır, yəni Quşçuluq Fabrikinin yumurtasıdır. Təbii ki, fabrikdə də yumurtalar təbii yollandır. Gördüyünüz kimi rəngi xeyli parlaqdır və dağılmır. Bu deməkdir ki, bu da çox yaxşı, yəni keyfiyyətli yumurtadır. Hər halda bu da toyuq istehsal eləyib. Amma yemləri kimyəvi qatqılar olduğuna görə bunu da keyfiyyətli yumurta adlandırmaq olmaz. Ən keyfiyyətli yumurta, yəni təbii yolla təbii olan yumurtadır. Bu isə həyətimizdəki toyuqların yumurtasıdır. Sındı. Gördüyünüz kimi qabığı sınır. Amma deyilənə görə süni yumurtanın qabığı xeyli bərk olur. Niyə görə? Çünki tərkibində gips var və parafin var. Təbii yumurtanın rəngi, yəni parlaq olmur. Bax, bu yumurtalar gördüyünüz kimi parlaq deyil. Yəni mat bir rəngi var. Süni yumurtanın rəngi parlaq olur. Tərkibində parafin olduğuna görə həmən yumurtalar parıldayır. İndi hər halda bizdə süni yumurta yoxdur. Əgər kiməsə rast gəlibsə, bu üsullarla yoxlaya bilər.
Və yaxud da ki, digər bir üsul. Demək, süni yumurtanı qaynatdıqda bunun fərqi ortaya çıxır. Təbii yumurtanı qaynatdıqda onun sarısı 2-3 saat keçdikdən sonra üzü göyərir. Amma süni yumurtanı hətta bir gün, 2-3 gün saxladıqda onun üzü göyərmir və ovulmur. Təbii yumurta sındırdıqda, sarısını böldükdə ovulub dağılır. Amma süni yumurtanın sarısı maçalka kimi olur, rezin kimi olur, dağılmır. Və bir yolu da var, yəni yumurta yoxlamağın. Gördüyünüz kimi təbii həyət yumurtasıdır. Sındıran kimi sarısı dağıldı. Özdə xeyli parlaq rəngi var. Amma fabrik yumurtası hələ dağılmayıb. Təbii ki, bu da toyuqlara verilən qidalardan asılıdır. Amma süni yumurtanı ümumiyyətlə nə parlaqlığı var, özünə də ki, nə qədər deyildiyinə görə bıçaq vursan dağılmır. Amma bu fabrik yumurtası gördüyünüz kimi dağıldı. Çəngəli batıran kimi dağıldı. Süni yumurta isə dağılmır. Yəni, elə qaşıqla, bıçaqla nə qədər vursaz da elə top kimi fırlanır. Və yumurtaları qaynatmaqla. Təbii yumurtanı qaynatdıqda heç bir iyi qoxusu olmur. Amma süni yumurtanı qaynatdıqda rezinə bənzər bir iyi çıxır. Yəni, necə gipsi, məsələn, suvağı qatanda maladan iyi çıxarsa, elə bir iyi çıxır. Bu, təbii ki, alimlərin, laboratoriya işçilərinin dediyi bir məlumatdır. Mən də istədim sizi onlarla tanış eləyim. Süni yumurta ucuz başa gəlir. Təbii ki, nə toyuğa, nə fermaya, nə yemə ehtiyacı var. Amma təbii yumurta, təbii ki, zəhmət tələb eləyir. Bu toyuğa yem verilir, zəhməti çəkilir. İndi sizə gördüyünüz kimi bir yumurta göstərim. Bu, Hind quşunun yumurtasıdır. Hələ üstü bütün bəzəkli, çilli, naxışlı. Bu isə ördək yumurtasıdır. Xeyli iridir, amma üzərində heç bir bəzəyi yoxdur. Rəngi də matdır, parlaqlığı yoxdur. Həm xeyirlidir təbii yumurta uşaqlara, həm sərfəlidir evdə. Təbii ki, şəhərdə yaşayanlar bundan məhrumdular. Yenə də bazarlardan, tanıdığı insanlardan, tanıdığı marketlərdən əldə edə bilərlər. Əsasən süni yumurtalar 2-3 sarılı olur. Onu necə eləyirlər? İndi, əgər siz də axtarsaz, Google-da, YouTube-da bu haqda videolar var. Rus telekanallarının və Türk telekanallarının göstərdiyini sizlə paylaşıram. Demək, süni yumurtanın əvvəlcə yumurtasını yaradırlar. Yumurta sodyumdan, kalium xlordan və jelatindən ibarətdir. Təbii ki, biraz da ona tünd sarı rəng vermək üçün rəngdən istifadə edirlər. Sonra həmən ona oxşar maddələrdən onun ağını yaradırlar. Və həmən hazırladıqları məhlulu gipsdə, parafində qabıq forması verib, üzünü xeyli hamarlaşdırırlar. Bu da ki, göründüyü kimi sadalanan məhsullar hamısı orqanizmə ziyanlıdır. Kimyəvi qatqılarla, kimyəvi yetişdirmə üsulları ilə hazırlanır. Nə deyim, öz sağlamlığımızın qeydinə qalmalıyıq. Biraz diqqətli olmalıyıq. Biz heç, təbii ki, biz yaşadığımız dövrdə belə bir problemlər olmayıb. Amma çalışaq ki, gənc nəsli, körpələri sağlam qidalarla böyüdək. Onların sağlamlığının qeydinə qalaq. Bugünlük bu qədər. Mənim bildiklərim, sizə çatdırmaq istədiyim məlumatlar bu qədər. Videonu bəyəndinizsə like edin. Kanalı izləməyi unutmayın. Sağ olun.